yox, kefiniz, əhvalınız. Bu gözəl havada, bu gözəl qarda İstədim ki, yeni gündən sizi salamlayayım. Düzdür, biraz soyuqdur. Amma da o qədər də aşırı soyuq yoxdur. Qızlar, bugün kombinimi bu şəkildə etmişəm. Necədir? Bir bacımız bir fırlansın, bir bakın. İstəyirik ki, arkadaşlar, qardan adam düzəldək, maraqlı. Burada o qədər də çox qar yoxdur. Düzdür, çox qəşəng yağır. Amma burada o qədər də çox qar yoxdur. İstəyirik həyətə keçək. Həyətdə qardan adam düzəldək. Görək tacirlə, Allah qoysa Ramo qardaş düzəldə biləcək, yoxsa yox. Bizi acından öldürüblər. Acından öldürüblər. Çox acıq hal-hazırda. Nəysə arkadaşlar, sizə çox maraqlı, çox əyləncəli video gəlir, getdik. Balığı qoyublar, qəşəng bişiriblər. Biz evin içində xəbərimiz yox. Balığı qəşəng bişiriblər, düşürüblər. Burada özləri üçün yeyib içirlər. Tam versiyasında tacir indi hazırlayıb çəkilmə baxı sən Allah. Bu qarlı havada. Hara qoymuşsun bu telefonu? Çörəyi də isitmişik orada. Çörəyi də isitiblər. Burnunuzdan gəlməsin bala, yazıqsınız. Gör dostlar, deyirmi ki mənim yoldaşım, mənim balam aclı. Bu isti çörəyi mən xanımıma gətirim. Görsən Aykan, yandırıb belə çörəyi də. Çörəyini yandırmışsınız. Period mudur bu? Burada yanmış şeylər. Güzəlliyə baxın arkadaşlar. Qazmaqdan ötürü ayrı vaxtı. Dəsin. Ya bura bax. Bizə pişirir bax. Nə pişirirsiniz? Valla bizə pişirən oxşamısınız qardaş. Nə də pişirirsiniz? Bəyəxdən özünüz elə basıb yeyirsiniz. Özlərinki orada basıb yeyir. Birinci qarın qardaşdan irəlidir. Birinci özləri basıb yeyir. Sonra biz. Sonra biz. Allah. Görürsən, Aytəmdən arkadaşına bax sən. Ay bunlar burada bayram edir. Bunun xanımı uşağı burada az. Bu burada basıb yeyir az. Görürsən bazı. Belə şeyim yoxdur. Burada özləri üçün video çəkiblər. Nə bilim dostlar, çayın səsi ilə, ASMR ilə. Burada hanı it burnu? İt burnu hanı tacik? İt burnunun üstünə qar yağır. Hanı? Hə? Hanı? Yenə biri it burnu nədir? Hanı? Yox, tacir harada mı çəkmişsən belə? Sənin bunu necə çəkmişsən? Deyir it burnu budur. Bəncəm sən Allah. Bunun üçün nədir çəkdin? Tacirsən. Yaxınlaşdırdın belə. Belə üstündə qarla zadla qızlar belə çəkib. Çayın səsi. Çayı görürsünüz də burada. Buram çox gözəldir. Allah hamd olsun. Çay gəlir, çayın səsi, mənzərə, Aytəm. Üşüdün hə? Bilmirəm, dona su verdi. Mən heç olmaz, dözərik. Çəkir bunu nə pişiribsən Allah. Mətə qaldıra. Deyir, buradan belə çıxardırdılar. Bu yanı be qardaş. Aytəm, mən bir dənə belə çək. Dostlar, kabab fotoğrafı qoyaram. Çəkil. Video. Videonun içindən şəkil götürəcəm. Ha. Baxın dostlar. Baxın. Bizə kabab hazırlayıblar. Bunu da yandırıblar. Baxın. Özlərinə Bu da elədim, ondan da pis. İcad edirlər. Gedir bu. Arkadaşlar özlərinə yandırmamış kabab hazırlayıblar. Bizdə isə yanır. Özdə belə. Görürsünüz. Nəysə, adı bunların prosta özüm pişirdim. Eşitdin nə dedi həyat yoldaşın? Nə deyir? Deyir ki, bizimki sizinkindən də pisdir. Yəni bizdə boynun ağrıcı pisdir. Pişirmişik də Yəni. yəni. Bizimki Qəmat bax gör yanıb, həmin tərəfidir. Eyni dostlar, yalan deyir. Bax onlardan nar kimi qızarır. Amma bizdə bura niyə belə qırmızıdır uşaqlar? Bura özünüz qırmızı eləmişsiniz, qəşəngdir. Niyə? Bəzəkli. Arkadaşlar. Arka plan qəşəngdir. Amma bayası yoxdur. Bunlar bizi qardan adam düzəltmədən düzəltmirlər. Biz şəkildə çətirik, sonra kutka geyinək gedək qardan adam düzəldik. Arkadaşlar, biz bu dəqiqə donuruq. Get bacı, hayli getdik. Balığı yeməyəsiniz. Gəldik də. Aşkım, gedək də orada şəkildə çəkdirək. Sonra uzun kutkamızı geyinək. Gedək sonra qardan adam düzəldik, hə? Axı, şəkil çəkdiririk. Sonra onları çağıraq gəlsinlər. Sənin kutkan hardadır? Sən kutkanı get götür gəl onda. Mənim kutkam maşındadır. Maşın açarını da gətirəm aşkım. Hardadır o şəkil? Deyil, orada. Tacirdən soruş. Arkadaşlar, bunun buradalara baxın. Vay vay vay. Amma çox qəşəngdir, hə? Çox qəşəngdir. Yıxılaram deyə. Amma tam o qədər də üşümürəm də, yəni. Çünki dediyim kimi, buranın havası o kadar da soyuq deyil. Buranın bir mənzərəsinə baxın.
Burada yıxılmaq mümkün deyil. Çünki qızlar, bura gördüyünüz kimi qardır hər yer. Sürüşmək olmayacaq. Yəni yaxşıdır. Buranın dən görünüşünə 05-lə çəkin baxın. Siz Allah buranın gözəlliyinə baxın. Çox qəşəngdir. Qışların səsinə. Biraz yaxına gedim. Hanı kuş? Tapa bilsem. Gitti. Bura baxın elə. Buranın hər tərəfini görsəlim sizə. Görün. Gör qar hardandır, Aytən. Donmayıb, gəl bura. Təftiş görürlər. Aytən, nə var? Qar cürardandır. Ayağıma baxın. Arkadaşlar. Qəşəng. Gidəyim indi oradan qutqamı götürürəm. Ya da şəkil çəkək sonra. Atmaq olmur. Yo, atacam mən. Burada sağ olsunlar, işləri də düşünüblər. Üzü hansı tərəfə çəkim aşkım sən? Mən üzü bu tərəfə qəşəng görsünlər. Hə dostlar? Üzü bu tərəfdə çəksəm qəşəng görsənəcək. Aytən, burada, bax, orada düzəldərik Şaxta babanı. Mən necə düzəldəcəm? Mən çatmır. Əlcəksiz. Bir təhər qutqacı ilə də sinəcəyik. Bax, Aytən, bura çox qəşəngdir. Burada arkadaşlar, məncə şəkil qəşəng görsənəcək deyə düşünürəm. Siz nə düşünürsünüz? Fikirlərinizi yazın görüm. Dur, geri Aytən xanım. Burada deyəm. Qutqanı prostu, ver mənə. Olayım belə. Yox, ara su olacaq. Maşın açarı. Cüzdanı da götürəsəm. Qoyum cibimə. Yox, ver mənə. Get. Burada deyəm. Arkadaşlar, Aytənin şəklini çəkim, geliyorum. Oturum. Arkadaşlar, 10% zərriyyət qan var. Dedim, qutqanı buradan götürüm, aparım ora. Açdım. Açıldı. Ya aşkım, sarı qutqa var, onun olar götür. Gidək qoyaq. İstanı? Bura. Ara. Qar olur. Hə, şu. Arkadaşlar, Nəysə baxın. İstəm bağla maşını. Bu güzel bir soyuq var. Şəkil video çəkdirdik. Baxın. Bura baxın, taze YouTube çəkir deyə. Kapak fotoğrafı deyə qalıb. Deməli arkadaşlar, bir dənə video çəkib, səssiz bir videodur. Aa, bura niyə belə dumanlıdır? Bura niyə belə dumanlıdır? O niyə nə olmuş? Gəl dənəşələ. Belə çək. Dəhşət duman var. Onun parı deyir. Doğrudan. Gəl. Qar dayanıb. Az yağır arkadaşlar. O yaman soyuqdur. Qapını bağlayaq. Qızlar, mənim hələ saçımın başımın gününə. Ay Allah, yorulmuşam. Niyə yorulmuşam bilmirəm. Belə bir daşmışam. Belə babat iş görmüşəm. Amma dəhşət yorulmuşam. Biraz gemisini işlətdim qızlar. Mədəmdə bir dənə ağrı baş verir. Qızlar çox yazır ki, bəs Səadət bacı, səndə ürək bulanması olmur. Nə bilim, mədə ağrısı, baş gecəllənmə. Niyə olmur qızlar? Məndə də olur. Prosto hiss elətdirmirəm də sizə. Allah indi elə bilirlər ki, məndə elə rahatdır. Amma elə deyildi, yəni ağrı desəm məndə. Çətinlik desəm məndə. Arkadaşlar, burada olan supuları yiyəcəyik Aytənlər. Amma qarlı havada, soyuq boranda bunları yiyəcəyik. Mənim də bu 5-də. Görün bəyənəcək yoxsa yox. Aldığımız supuları yoxlayırıq. Görək Aytən xanım bunu bəyənəcək yoxsa yox. Bu sırf Kitayların supudur. İçində gördüyünüz bu məzələrin hər biri Kitay. Allah düzən, baxın. Mən də 3 dəfə deyirəm. Bundan heç vaxt yeməmişsiniz. Sırf Kitaylarındır, baxın. Bax buna. Bax buna qədər hamısı Kitaylarındır. Makaronlar ətli. Bilən baxmışam. O içində şimdi belə sıvır idi. Belə. Zaten. İstiyordudur. Ədviyyatların dadı gəlir. Fərqli daddır. Hə, Heç vaxt fərqli bizim daddır. roltunlara oxşamır, hə? Yox, fərqli daddır.
Nə dadı məsələn təxmini? Amma toz dadı kimi verir bu. Yox, iyisi nə iyisinə oxşuyur? Ədviyyatdır da, belə bir şey. Krevetka xoşlayırsan? Hə? Krevetka. Hə, orta. Krevetkanın iyisidir. Hə, hə, deyirəm də nəsə belə dad Hə, gəlir. krevetkanın iyisidir. Dadıdır. Hmm. Bəyəndin? Orta, normal. Gedər amma məsələn. Hə, yəni Bunu belə- hansı hallarda yeyərsən? Yəni çox halım olmazsa yemək pişirməyə. Tez bazar. Zülmlə. Hə. Nəsə İşdən arkadaşlar, yorğun mən gələndə. sevdiyimdir. Pis deyil, yaxşıdır. Hmm. Çərəz kimi. Amma yedi satan daha öyrəşir. Hə, Bax, elə bunun onu sinəklər deyirəm. var. Bunun sinəkləri yer görüm, O bunu nədir? bəyənsəm. O desən bibərdir. Yox. Bax. Reyhan. Nə yazımca baxsan? Nə? Hə, bu nədir? Qara biber oxşayıb ki, biberi bilmirəm. qazın üstündə bişiriblər, qoyublar içinə. Qəşəngdir. Amma bəyəndim, hə. Hı. Məsələn, səncə bundan bir də alarsan, yoxsa yox? Alaram hə. Fərqli daddır. Yəni Mən yeməmişəm fərqli bu dadları dadda. çox sevirəm. Qızlar bunu almağa dəyər. Üstündə belə göstərirəm. Həqiqətən superdir. Böründə də krevetka Biz şəkli var. düşündük ki, o marketdə heç nə tapmayacaq. Amma yaxşı nəsə tapdıq. Nəysə, indi biz bunu qəşəng-qəşəng yeyirik, löpürdədə də. Qutusuna bax da. Kağız. Hə? Sup kağızın içində. Nə yaxşı qab şey olmur, islanmır. Nə istəyirsən? Kağız. Mən hələ bururam. İçindəki bunlar nədir görürsən? Ətdir, krevetka. Qaqa, yeyirsən salda verək. Elə bir şey ekrandan baxıram. Görmüş daha gələcəm. Verəm görüyor, qutardı da bu. Bax. Nasıl göstərirəm? Hə, krevetka. Mən bir dəfə aşırı az idim dostlar. Bunun aldım, yedim. Bunlar mənə lağalar tazəcə. Bu Bir də, otdur. bunu necə yeyirsən, nə bilmə. Amma deməli sən də mənim kimi fərqli dadları sevirsən. Mən önce bəyəndim. Güclə yeyirlər. Yox, güclə yeyirik. Xoşuma gəldi. Bu nəsə bu da fərqli bir şeydir deyə. Qurbağazla baxsan ədviyyat olur. Bir şey zatlı olurlar. Ədviyyatdır, qurbağa zat. Hə. Bu sırf Çinlilərin yeməyidir. Ayten. Hə. Onlar deməli belə sürətdə Çinlilərin, hə, yeyirlərmiş. Çinlilərin öncə arıq qaldılar. Da bu bütün piyləri yandırar da. Bu sırf Çinlilərin yeməyidir. Girdim yeməyə. Buna bax bir. Bunu yeyəcəm. Bunu heç vaxt sınamamışım. Bu belə bir O şeydir. nədir? Görürsən bu jiliyə oxşuyur belə. Aa. Baxın qızlar. Tam döydüm də altım. Rol kimi deyil. Bu elə bir şeydir. Görə bir necə bəyənəcəyik. Nədir heç bilmədim. Qız jiliyə oxşuyur. Onlar bunu sevir amma. Yemişsiniz qızlar bundan. Mən bu barmağımla Bilmirik bitirəm. bu. Duzsuz. Hə? Duzsuz. Bu da çox duzsuz. Yo, bu o deyil. Bunun içine heç duz qatmayıblar. Bu bütün. Ayten belli. Yo, bu deyil. Bu küçün bilənə. Qoy bir dənə də baxım ki, bəlkə sınayım da. Bir dənə də Amma bu şans da verim. fərqli daddır. Yox, tam fərqli dad deyə. Prosta amma bu nədir? Əti deyək. Ətidir. O pişik yeməyin dadını verdi biraz. Üstündəki əti. O pişik yeməyin həmişə iyniyirəm də mən. Xoşuma gəlir onları yeyim. Hə, ət olur. Az qalıram onu yeyim.
Dadlı gəlir elə bila. Hörgü. Bunun içində bu çaylar yeri içində çahıl. Yox, yox. Dadsızdır. Yarsın dudun iyi. Hə. Duzsuzdur. Bu suyun ora döksən bəlkə dadı Biraz gələr. eləyək görək. Maraqlıdır. Çünki bunda heç duzu yoxdur. Gəl elə bir şey eləyək. Arkadaşlar bunu kimsə atsın yeyib. Burada bir dənə mış var. O da bizim qardaşımız. Qardaşımız sən atsın hamısan. Qaqa bunu sən atsın hamısan. O bəs açıq almış o. İyisinə bax. Baxın qızlar, belə qara cipsidir bu. Qapqara. Tacı bundan bir dənə yeyib, bax gör. Tacı. Bir dənə yesən, bir dənə gör. Qaqa bundan bir dənə yeyim, baxın gör nətərdir Bir qara dənə cipsi. zəhmət olmasa yeyin görək. Bir dənə sineyim, amma düzün deyin. Tacıra da ver, özün də ye. Yəqtun dadı. Hə? Yalan demə. Belə. Amma cipsi kimi dadmır. Bundan bir də heç bağlanmır. Elə bir ki karton yesən. Bu da yaşıl cipsdir arkadaşlar. Bu formu alma rəngində. Alma dadı verir bax. Elə göy alma. Vallahi göy alma dadı verir biberlə qarşı. Üstünə pendir vurublar. Bir də acı Nereye biber. göstərir amma. Alma dadı. Dostlar, veşlərimizin hamısını qəşəng daşıdıq. İstiyor. İnşallah sağ-salamat gedək çataq evimizə. Uşağımdan ötürü ürəyim çəkdir. Qızlar, harasa çıxıram ya, Allah and olsun. Meylissiz. Elə bilirəm ki, nəsə çatmır da. Mamam dedi aparma, qardı da. Uşaq Allah uzaq eləsin. Havasını dəyişib xəstələnər. Ona görə gətirə bilmədim. Yoxsa gətirəcəkdim. Belə də ürəyim partlayır. Görək, bayaqdan qapılar buzlanmışdı, açılmırdı. Sülümlə açmışıq. O anları sizə çəkəlmədim. Burayla vidalaşıyoruz arkadaşlar. Bu güzelliklə vidalaşıyoruz. Gidiyoruz. Qapılar buz olmasın. Amma qapını buz eləyibsə gör yollarını da buz deyil mi? Dünəndən buzluya qapı sən girdimi? Hə, deməli arkadaşlar, bildiyiniz yəni bunun şüşədə açılmır. Hə? Hamıza düzəldir. Baxıram hələ. Hələ araşdırır. İnşallah səs yol buz olmasın. Şaxta dəyişir. Hə, şaxtadır. Yağdığın yağı adamdan alsana. Sadəcə şaxta dəyişir. Bu tərəf buzlu deyil. Telefon gəl. Fikir ver, yol buzlu. Üstən aşağı. Yol buzlu. Qorxuyor musun? Qorxuyorum. Buradan ama yavaş, üstən aşağıdır. Maşını çəkirsən. Tramvay getdi. Pəncərə açılmır ki, sizə görsədim. Bakıya qızlar qar yağdı. Elə bir şey. 2 dəqiqəyə yağdı. Camaat elə sürüşdü, elədi. Telefonu. Hə, bu tərəfdə aşağıda. Dünən buradan maşın gəldi, baxanmadı. Yazıq. Hep buzlu görmüsən, hamı necə gedir yavaş. Da maşın. Dostlar, yola bir dənə baxın. Sürüncə deyə hamı görür necə gedir. Bayaq yolda bir dənə Allah versin, var yolda. Amma yaxşı heç bir şey olmamışdı. Dağdan aşağı belə dayanmışdı. Yaxşı yumalanıb düşməyib. Çayın qıramı. Hə, çox pis. Yola bak ama. Önümə baxıram. Hamı görür necə gedir. Addım. Hə. Görürsən rayon da belədir, İsmail'la. Yəqin elə olardı, səhərdə elə gün çıxmayıb. Evet. Elə bu da yol deyil. Prosta şeydi. Səhər tezləndi deyə, onun üçün gün əritməyib. Gün var evde. Sonra da birazdan əvvəl. Akşama gün sıma. Yox. Gözünə baxın mənzərəyə, elə bir şəkil. Tıqı şey göstərir. Babat yağıb, amma biz gələndə belə deyildi. Gəlməyimizlə qar gətirmişik, qar. Bərəkət. Ramoda.
Deməli dostlar, gəlmişik, çatmışıq. Mən tez girdim, saçımı falan yudum. Saçımı belə mama dedim hördü. Dedim hörsün ki, açanda belə qəşəng buruq olsun. İndi çəkiliş olan yerdə açacağım. Qəşəng olsun. Güzel olsun. Nətərdir saçım? Güzel olmuş mu? Deməli qızlar, çəkilişimizi elədik. Necə acımışdım. Acından geberiyordum. Spagetti istedim ama qismət oldu. Spagetti yox idi. Arkadaşlar, Talihi sizə göstərməmişdim. Göstərdim də Talih bəy. Talih nətərdir vəziyyət? Şökəli bə? Yaxşı uşaqdır. Talih kökəlmişsə tacının üzünə yorğunluq yağır. Biz təsəvvür Qəbələdən gəlmişik Pramı. Evdən də bura yuxusuz, yorğun, arğın, beyni çönük. Bunlar dostlar. Əslində mən necəyəm bəs? Gecə saat 11-də kökəlmişsən qardaşım. Yox, gecə saat 11-də yatmışam. Hə. Gündüz saat 2-də durmuşam. Çox yorulmuşam. Ona görə enerji belə partlayır da. Saçını da ser yığıb mənə sifət eləyir. Puh! Melis. Ha, Melis, gəl bura. Ha? Melis. Abba. Hani abba? Gidib orada nənəsini gözləyir ki, abba eləsin. Kızlar, gəldik videomuzun sonuna. Bir söz deyim, ondan sonra videomuzu sonlandıracağım. Deməli, bundan öncəki vlogumda yemək paylaşmışam. Yəni, gündəlik nələr edirəmsə, onları bölüşürəm, bilirsiniz. Bir-ikisi yazıb ki, niyə yemək paylaşırsan? Ay, nə bilim, niyə belə eləyirsən? Qızlar, YouTube-u açıb baxsaz, görərsiniz ki, yemək vlogları bir sürüdür. Yəni, bir ton yemək vlogları var. Mən özüm onu sevə-sevə baxıram. Yəni, özüm də iki canlı olmama baxmayaraq, yəni, mən də izləyirəm. Çoxsu yazıb ki, sizi iki canlı insanlar görür. Qızlar, yəni, bu nə düşüncədir? Bəzilərinə aid edirəm ha. Yəni, özünüz də bilirsiniz ki, yemək səhifələri nə qədərdir, adi restoranlar nə qədər paylaşır. Gündəlik həyat nə deyirlər? Yəni, gündəlik həyatımı paylaşıramsa, nələr edirəm, nə edirəm, məsələn, getmişik rayona, nələr etmişik, onların hər birini sizlərlə bölüşürəm. Yəni, bütün blogerlərə aiddir ki, yəni, bütün vlog çəkən blogerlər hər biri nə bişirir, onu çəkir, yəni sizlə bölüşür. İstər səhər yeməyi olsun, istər günorta yeməyi olsun, istər axşam yeməyi olsun. Məsələn, gündəlik həyatlarını çəkirlərsə, o videoda da nələr yeyirlər, nələr edirlər, onun hər birini bölüşürlər. Mən, bilirsiniz, bu komment nə vaxtdan sonra oldu. Mən bilmirəm, niyə bu çoxsuna belə od vurub, bilmirəm səbəbini. Amma mən iki canlı olduqdan sonra, yəni o videonu bölüşdükdən sonra gəlir. İnsan qəlbini gərək gözəl saxlasın ki, Allah ona da qismət eləsin hər şeydən. Valla, yenə deyirəm, mən özüm də iki canlı ola bilərəm. Bəzisi də yazıb ki, bildik iki canlısan, niyə dəqiqədə bir bunu deyirsən? Ona görə deyirəm ki, çünki oradan vurmaq istəyirlər. Mən də oradan deyirəm ki, yəni mən də, məsələn, nəyisə görürəm, o qədər şeylər qarşıma çıxır ki, mən durum sizin kimi eləyim, yəni ayıbdır. Burada hər gün mən video çəkirəm, hər gün bölüşürəm, özünüz yazırsınız ki, Səadət xanım onu bölüş, bunu bölüş. İmeni o söhbətdən sonra başlayıb belə bir söhbət ki, hə, yeməyi paylaşdın, belə elədin, elə elədin. Yəni yeməyi mən ondan öncə də paylaşırdım, özünüz görürdünüz. Mamam məsələn kətə hazırlayırdı, yazırdım ki, bugün kətə hazırladım və ya başqa yemək hazırlayırıq, yazıram ki, məsələn o gün spagetti pişirdim, yazdım ki, bugün spagetti hazırladım, fərqli bir üsulda. Adi Instagramın özündə də məsələn fərqli bir yeməklər hazırlayıb onu paylaşıram. Yəni dediyim kimi bunu hər kəs eləyir, hər kəs yemək paylaşır. Bu deməkdir ki, elə mən düşünmürəm, nə bilim düşüncəsizlik eləyirəm. Yəni kimə xoş deyilsə məni izləmək, kimə xoş deyilsə mənə baxmaq, mən heç kimi məcbur burada saxlamamışam. Yəni baxmaya bilər. Hər kəsin fikrinə hörmətlə yanaşıram ki, amma kimsə şəxsiyyətini alçaldacaq bir söz deyirsə, təbii ki, onda mən danışmalıyam. Fikirlər sərbəstdir, fikirlərinizi yaza bilərsiniz, yəni sadəcə fikir bildirə bilərsiniz. Amma durub artıq əksik heç kimə o ixtiyar verilmir ki, artıq əksik kimsə danışılsın. Çünki mən valla çalışdığım qədər deyərəm ki, blogerlər içərisində elə ikincisi, birincisi, nə bilim, mən ola bilərəm ki, hər kəsin kommentinə cavab yazıram, hər kəsin, bütün izləyicilərimin necə dəyər verirəmsə onu siz görürsünüz. Allah şahidi sizsiz.
Hər birinizin kommentinizi cavablayıram. Hər birinizə cavab verirəm. Canlı açıram. Hər birinizlə danışıram. Bu da mənim sizə olan hörmətimdən irəli gəlir ki, siz mənə hörmət edirsiniz, yazırsınızsa məni sayıb. Mən də sizə borcumdur ki, cavab verim. Çünki sizin mənə borcunuz yoxdur ki, ancaq durub mənə yazasınız. Mən durum yekəxanalıq edeyim, sizə cavab yazmayım. Nə mən sizdən artıq deyiləm, nə siz məndən artıq deyilsiniz. Yəni, hər birimiz eyni insanıq. Nə sizin məndən artıq heç nəyiniz yoxdur, nə mənim sizdən artıq heç nəyim yoxdur. Hər birimiz eyni insanıq. Ona görə siz mənə yazanda, mən də hörmət naminə sizə yazıram. Yəni, hansı biriniz deyə bilərsiniz ki, Səadət bizə hörmətsizlik eləyib, Səadət bizə artıq əksik hərəkət eləyir, uşaqlara pis örnək olacaq nələrsə paylaşır. Mən yəni gündəlik həyatımı paylaşıram, uşağımı paylaşıram, ailəmi paylaşıram. Bu da səmimi bir görüntülərdir. Nə söyüb bura qoymuruq, nə artıq əksik bir-birimizi təhqir edib bura qoymuruq. Özünüz də görürsünüz ki, bizim vloglar hər biri tərbiyəli, qanacaqlı vloglardır. Yəni, bilirsiniz hansı adamlara o sözü deyə bilərsiniz? Bir-birinə hörmət qoymayan ailələrə, ailəsində bir-birinə hörmətsizlik edənlərə. Nədir Tacir bəy? Buyurun. Yəni, bir-birinə hörmətsizlik edən ailələrə o söz yazılır. Amma mən heç kimə artıq bir söz demirəm, artıq bir örnək olacaq bir şey etmirəm ki, mənə o sözlər gəlir. Sonra bir dənə də komment gəlmişdi. Nə idi ay Allahı? Mənə tək-tək də gəlsə, mən yenə də bu sözü deməliyəm ki, o tək-tək də yazan bilməlidir ki, yəni olmaz. Yazanda bax, gör nə yazırsan, kimə nə deyirsən. Nəsə yazmışlar dostlar, yadımdan çıxdı. O barədə də nəsə fikir deyəcəkdim, unutdum. Nə yazmışdılar? Yadımdan çıxdı. Neysə, onu canlıda deyərim. Bir də barədə qızlar, tez-tez canlı açıram. Çalışdığınız qədər səhifəmdə aktiv olun. Məni sevənlər təbii ki, o artıq əksik yazanlara sözüm yoxdur. Yəni, onlar xoş deyilsə çıxa bilərlər. Amma məni sevənlərə demək istəyirəm ki, Tacir Səadət ailəsini sevənlər, videolarımız çalışdığınız qədər baxarkən like eləyib, komment yazmağı unutmayın. Öz fikirlərinizi yazın. Gözəl xoş sözlərinizi yazın. Mən bilmədiklərimi bilirsiniz, kommentdə sizdən soruşuram, videoda deyirəm, siz də sağ olun, kommentdə yazırsınız, cavablayırsınız. Yəni, bir sözlə biz Tacir Səadət ailəsiyik və bir yerdə maşallah bizə göz dəyməsin. Çox yaxşıyıq, çox xoşbəxtlik, hər şey əladır. Mən sizlə, siz də məndən. Həqiqətən də mən izləyicilərimi çox sevirəm. Bəzən dediyim kimi, kənardan bəzilərinin izləyiciləri gəlir, gözləri götürmür, artıq əksik nəsə yazırlar. Yəni, onlara demək istəyirəm ki, baxmayın, məcbur etmirik sizi ki, gəlib bizdə baxasınız, artıq əksikdə nəsə yazasınız. Bura yəni bizi sevənlər üçündür, sevməyənlər. Əgər qıcıq olursansa, əsəb keçirdirsənsə, adama deyərlər ki, yəni niyə baxırsan, nə məcburdur? Mən sənin xoşuna gəlmirəmsə, baxma da, yəni, keç. Nə məcburdur öz mundar ürəyivi tökəsən o kommentdə, nə məcburdur? Yəni, bu söhbət çıxandan sonra elə bir ki, məni əsəbləşdirməyə çalışırlar, amma mən bəzi önəmsiz olanların sözü mənə təsir etmir. Mənə öz izləyicilərim maraqlıdır. Öz izləyicilərimin fikri önəmlidir. Onlar məni izləməyənlərdir. Məni heç baxıb tanımayanlardır. Çünki məni izləyənlər, mənim daimi izləyicilərim mənim qəlbimi çox gözəl bilir. Biri yazmışdı ki, az ekrana oyna da, son vaxtlar, nə bilim, nə yazıb ayarlar, ekrana oynayırsan, bir də nəsə yazmışdı, indi yadıma düşdü. Ona demək istəyirəm ki, mən həyatı boyu ekrana oynamamışam. 2016-dan platformadayam, Instagramda, TikTokda. Əsla və əsla ekrana oynamamışam. Necəyəmsə eləyəm. Bəzilər kimi yalandan ekrana oynamıram. Olduğum kimiyəm, Allaha min şükür. Məni bəyənən də belə bəyənsin, sevən də belə sevsin. Mənə xoş deyil ki, mən kimsə mənə bəyənəcək deyə ekrana oynayım, durum artıq əksik şey eləyim. Mən sizlə necə səmimiyəmsə burada göründüyüm kimi həyatda da eləyəm. İzləyicilərimlə, yəni gördüyünüz kimi həmişə səmimi olmuşam. Valla görəndə elə qucaqlayıb öpürəm ki, elə bir ki, belə nə bilim, yəni illərdir. Yəni birdən olur, çəkinirlər yaxınlaşmağa, utanırlar yaxınlaşmağa. Amma mən yenə də valla elə eləyirəm ki, onlar məndən nə çəkinməsin, nə də utanmasın. Çünki mənim izləyicim mənim ürəyimdir, mənim ailəmdir. Yəni, tək izləyici işimi görmürəm. Ailəm görürəm, dostum görürəm, onlar mənim yaxınlarımdır. Demək olar elə 24 saatın yarı faizini sizlə keçirdirəm. Nəysə bacı, yaman çox danışdım. Sizi çox sevirəm. Kanalımıza abunə olmayanlar varsa, kanalımıza abunə olub, bildirimləri açıb, yorum yazmağı unutmayın. Sizi çox sevirəm.
öpürəm sizləri. Növbəti videoda görüşənədək. Növbəti videoda mamama qışqırtma olacaq. Hələlik.